Təsəvvür edin, bir proqramçı vakansiyası var və ona deyək ki, 200 nəfər müraciət edir. Standart bir vəziyyətdir. Bəli, amma bu 200 nəfərdən 199-u, bax bu dəhşətlidir, ən elementar kodlaşdırma tapşırığını belə yerinə yetirə bilmir. Bu, həqiqətən də texnologiya dünyasının bir növ acı reallığıdır. Axı bu necə ola bilər? İnsanlar aylarla, bəlkə də illərlə hazırlaşır, amma ilk addımda büdrüyürlər. Bax, bugün biz bu sualın cavabını Corey Althof'un öz-özünə proqramçı kitabının dərinliklərinə enərək tapmağa çalışacağıq. Və gəlin başından dəqiqləşdirək, bu sadəcə bir kitab icmalı deyil. Xeyr, qətiyyən. Bu, sizin üçün tərtib edilmiş bir yol xəritəsidir. Yəni, o 199 nəfərdən biri olmamaq üçün bir bələdçi. Məqsədimiz odur ki, sıfırdan başlayaraq, peşəkar proqramçı olmaq üçün hansı addımlar həyatidir? Hansı tələlərdən yaymaq lazımdır? Və hansı düşüncə tərzi insanı uğura aparır? Tam olaraq. Hər şeydə Althof'un şəxsi hekayəsi ilə başlıyor ki, bu özü də çox ruh vericidir. Siyasi elmlər fakültəsindən məzun olur və cəmi bir il sonra. Heç bir ənənəvi kompüter elmləri təhsili olmadan. Bəli, bu çox vacibdir. Heç bir təhsil olmadan gedib eBay kimi bir texnologiya nəhəngində proqram mühəndisi kimi işə başlayır. Onun bu səyahəti qaydaları pozan, amma nəticə verən bir yanaşmanın sübutudur. Gəlin görək, onun ilk və bəlkə də ən vacib qaydası nə idi? Kitabın bütün fəlsəfəsi demək olar ki, tək bir ideya üzərində qurulub və bu ənənəvi təhsilin tam əksidir. Oyun sonundan başlamaq. Bəli, Althoff bunu məşhur şahmatçı Josh Waitzkin'in hekayəsi ilə izah edir. Waitzkin şahmatı öyrənəndə o mürəkkəb açılış strategiyaları ilə başlamır. Yəni, hamının başladığı yerdən başlamır. Qətiyyən. Əksinə, o oyunun sonunu öyrənir. Lövhədə cəmi bir neçə fiquru qaldığı vəziyyətləri və yalnız bundan sonra geriyə daha mürəkkəb vəziyyətlərə doğru gedir. Bu, proqramlaşdırmada nə deməkdir? Bu, o deməkdir ki, ən uğurlu proqramçılar ənənəvi təhsilin qızıl qaydasını pozurlar. Onlar sualları öyrənmədən əvvəl cavabları öyrənirlər. Maraqlı səslənir. Yəni, aylarla alqoritmlərin, məlumat strukturlarının nəzəriyyəsinə boğulmaq əvəzinə ilk gündən nəsə yaratmağa başlayırlar. Xatırlayırsan, o girişdə dediyin Fizbas testini. Bəli, 199 nəfərin uğursuz olduğu testi. Bax, o testdə uğursuz olanlar çox güman ki, aylarla nəzəriyyə oxuyublar. Amma testdən keçən o bir nəfər var ha? O, yəqin ki, nəsə yazıb, nəsə qurub. Əlbəttə. Yəqin ki, ilk həftəsində işləyən, bəsit də olsa bir proqram yazıb. Çünki nəzəriyyə yalnız praktik bir problemə tətbiq olunanda məna kəsb edir. Deməli, bu öz-özünə öyrənənin üstünlüyü dediyimiz şeydir. Səni heç kim məcbur etmir, müəllim yox, imtahan yox. Yalnız daxili bir həvəs var. Yaratmaq, qurmaq həvəsi. Və bu ən güclü motivasiyadır. Axı Steve Wozniak Apple-ı quranda, Jack Dorsey Twitter-i yaradanda, onların məqsədi diplom almaq deyildi ki? Yox, əlbəttə. Məqsəd real bir problemi həll etməkdir. Məhz. Bu yanaşma öyrənmə prosesini tamamilə dəyişir. Yaxşı, bu fəlsəfə aydındır. Bəs ilk praktiki addımlar. Kitab niyə yüzlərlə dil arasından məhz Python-u seçir? Cavab onun, belə deyək, zərif sadəliyindədir. Proqramlaşdırmanı bir dil öyrənmək kimi düşünsək, Python ingilis dilinə bənzəyir. Anlamaq və başlamaq asandır. Bəli, müqayisə üçün aşağı səviyyəli assembler dili isə, məsələn, qədim latın dilinə bənzəyir. Çox güclüdür, amma öyrənmək üçün illər tələb edir. Aradakı fərqi bir nümunə ilə göstərə bilərik? Əlbəttə. Ekrana sadəcə salam dünya yazdırmaq üçün assemblerdə bəlkə də 15-20 sətir anlaşılmaz kod yazmalısan. Pythonda isə bu cəmi bir sətirdir. Print, salam dünya. Fərq çox böyükdür. Bu sadəlik səni texniki detallarda boğulmaqdan xilas edir və birbaşa məntiqi düşünməyə yönəldir. Və bu məntiqin də əsasında bir neçə fundamental konsepsiya durur, elə deyilmi? Dəyişənlər, funksiyalar, şərt ifadələri, bunlar ilk baxışdan çox quru terminlər kimi səslənir. Gəl onları daha həyati təsvir edək. Dəyişənlər sadəcə məlumatları saxlamaq üçün qutulardır. Bəzən içinə rəqəm qoyursan, bəzən mətin. Yaxşı, bəs funksiyalar? Funksiyalar isə reseptlər kimidir. Bir dəfə dadlı bir tort resepti yazırsan, yəni funksiya yaradırsan və sonra hər dəfə tort bişirmək istəyəndə
o resepti təkrar istifadə edirsən. Hər dəfə sıfırdan kəşf etmirsən. Bəs if-else kimi şərtlər? O isə proqramın qərar vermə qabiliyyətidir. Əgər hava yağışlıdırsa, çətir götür, əks halda eynək tax. Bunlar proqramın düşünən beynidir. Bax, burada kitabın dahiliyi ortaya çıxır. O, bu reseptləri və qutuları sənə bir-bir izah edib yormur. Yox. Bunun əvəzinə deyir, gəl adam asmaca oyunu düzəldək. Sən bu oyunu yaradarkən fərqinə belə varmadan bütün bu fundamental konsepsiyaları bir araya gətirirsən. Hə, o abstrakt dövr konsepsiyası birdən-birə oyunun mühərrikinə çevrilir. Məhz istifadəçinin hər təxminini yoxlayan bir mexanizm olur. Öyrənmə prosesi quru bir mühazirədən əyləncəli bir yaradıcılığa çevrilir. Nəticədə isə əlində işləyən bir proqram olur və bu, inanılmaz dərəcədə güclü bir mən bacardım hissi verir. Yaxşı, bəsit bir oyun yazdıq, işləyir, hər şey gözəldir. Amma proqramlar böyüdükcə, yüzlərlə, bəlkə minlərlə sətir koda çatanda hər şey bir-birinə qarışmağa başlayır. Tam bir xaos yaranır. Kod idarə olunmaz bir hörümçək toruna çevrilir. Bax, məhz bu məqamda kitab bizi daha mürəkkəb, amma həyati bir konsepsiya ilə tanış edir. Obyekt yönümlü proqramlaşdırma, yəni OOP. Bəli, OOP bu xaosu nizam-intizama salmaq üçün bir fəlsəfədir. Onun 4 əsas prinsipi, yəni sütunları var. Birincisi inkapsulyasiya. Dərman kapsulu kimi. Ay sağıl. İçindəki aktiv maddələr və onların mexanizmi bir yerdə, kapsulun içindədir. Sən sadəcə kapsulu qəbul edirsən. Proqramlaşdırmada da məlumatlar və onlarla işləyən funksiyalar bir obyekt adlı kapsulun içinə yığılır. Bu, kodu kənardan gələn səhv müdaxilələrdən qoruyur. İkincisi abstraksiya. Bu mənim sevimlimdir. Televizor pult. Sən sadəcə səsi artır düyməsini basırsan, pultun içində hansı siqnalların getdiyi, infraqırmızı şuanın necə ötürüldüyü səni qətiyyən maraqlandırmır. Abstraksiyada budar, istifadəçiyə yalnız lazım olanı göstərmək və mürəkkəb daxili prosesləri gizlətmək. Sən sadəcə avtomobil sür funksiyasını çağırırsan, mühərrikin içində porşenlərin necə hərəkət etdiyini bilməyinə ehtiyac yoxdur. Üçüncü sütun polimorfizm. Bəli, Yunancadan tərcümədə çox formalı deməkdir. Təsəvvür et ki, çək adlı bir əmrim var. Bu əmri üçbucaq obyektinə verəndə üçbucaq çəkilir. Kvadrat obyektinə verəndə isə kvadrat. Məhz, eyni əmr fərqli obyektlər üçün tamamilə fərqli nəticələr verir. Bu, kodu inanılmaz dərəcədə çevik edir. Və nəhayət, dördüncü, irsiyyət. Bu, yəqin ki, ən asan başa düşülənidir. Real həyatdakı nəsil ötürülməsi kimi. Elədir. Heyvan adlı bir sinfim var, onun nəfəs alır, hərəkət edir kimi xüsusiyyətləri var. Sən it adlı yeni bir sinif yaradanda, onu heyvan sinfindən törədirsən. Və it avtomatik olaraq nəfəs almaq və hərəkət etmək bacarıqlarını miras alır. Bəli. Üstəlik, o da hürür kimi özünə məxsus bir xüsusiyyət də əlavə edirsən. Bu, həm kod təkrarının qarşısını alır, həm də çox məntiqli bir struktur qurur. Sözün düzü, bu prinsiplər ilk başda biraz nəzəri və mürəkkəb səslənə bilər. Düzünü desəm, belə bir. Mən də elə bunu soruşacaqdım. Yəni, bu 4 prinsip analogiyalarla aydındır. Amma səmimi olsaq, çox akademik səslənir. Adam asmaca oyununu təzəcə bitirmiş biri üçün bu həddən artıq çox deyilmi? Bütün bunlara nə vaxt həqiqətən ehtiyac yaranır? Bu çox vacib bir sualdır. Cavab budur. Sən bu prinsiplərə ehtiyac duyduğunu, kodun 200 sətri keçəndə və sən öz yazdığını anlamaqda çətinlik çəkəndə hiss edirsən. Deməli, adam asmaca oyununda bəlkə də buna heç ehtiyac yoxdur. Yoxdur. Amma sabah daha mürəkkəb bir layihəyə başlayanda, məsələn, bir onlayn mağaza yaratmaq istəyəndə, bu prinsiplər sənin xilas edici jiletin olur. Onlar olmadan sən öz yazdığın kod dənizində boğularsan. Bunlar səni həvəskardan, deməli memara çevirən prinsiplərdir. Aydındır. Deməli, təkcə kod yazmaqla iş bitmir. Peşəkar olmaq üçün peşəkar alətlərdən də istifadə etmək lazımdır. Kitabda Althoff bunları proqramçının güc alətləri adlandırır. Və deyir ki, bunlar olmadan sən sadəcə əlində balta ilə meşədə qalan birisən. Tam olaraq. Və bu alətlər arasında birincisi baş, yəni əmr sətridir. Bu, kompüteri siçan və pəncərələrlə deyil, mətn əmrləri ilə idarə etməkdir. Bir dəqiqə, əmr sətri qədim və köhnəlmiş bir şey deyilmi? Yəni, hər şeyi klikləyərək etmək varkən, niyə qara ekranda nəsə yazmalıyıq? İlk baxışdan elə görünə bilər.
Amma bu, kompüterin beyni ilə birbaşa əlaqə qurmaq kimidir. Yəni daha sürətli. Qat-qat. Sən qrafik interfeysdə 20 dəfə klikləyərək edəcəyin bir işi, əmr sətrində bir sətirlik mətnlə bir saniyəyə edə bilərsən. Bu, sürət və xam güc deməkdir. Xüsusilə də serverlərlə işləyəndə bu yeganə yoldur. Çünki əksər serverlərin qrafik üzü olmur. Digər bir alət isə pipdir. Bu nə üçündür? Pip, velosipedi yenidən icad etməmək üçün bir vasitədir. Təsəvvür et ki, proqramında kompleks riyazi hesablama aparmalısan. Bunu sıfırdan kodlamaq çox vaxt aparar. Əlbəttə, bunun əvəzinə başqasının artıq bu işi görən hazır bir kitabxanasını tapa bilirsən. Pip, sənə həmin kitabxananı bir əmrlə layihənə daxil etməyə imkan verir. Yəni, bu Lego ilə tikmək kimidir. Hər bir kərpicini özün düzəltmək əvəzinə hazır ixtisaslaşmış hissələrdən istifadə edərək daha böyük və daha sürətli bir şey qurursan. Mükəmməl bənzətmədir. Məhz buna görə müasir proqramlaşdırma bu qədər sürətlidir. Biz, belə deyək, nəhənglərin çiyinləri üzərində dayanırıq və bu nəhənglərin işini bir araya gətirən ən vacib alət şübhəsiz ki, Gitdir. Git haqqında çox eşidirik. Deyirlər ki, o versiya nəzarət sistemidir. Amma bu praktikada nə deməkdir? Niyə bu qədər əhəmiyyətlidir? Gəl real bir ssenari düşünək. Bütün gecəni bir funksiya üzərində işləmisən və səhərə yaxın bir səhv hərəkətlə bütün işini silirsən. Bu bir fəlakətdir. Git olmadan, bəli, fəlakətdir. Sıfırdan başlamalısan. Git ilə isə bu 10 saniyəlik bir düzəlişdir. Çünki Git sənin kodunun hər bir dəyişikliyini yadda saxlayan bir zaman maşını və təhlükəsizlik kəməridir. İstədiyin an keçmişə qayıda bilərsən. Deməli, bu təkcə özünü səhvlərdən qorumaq üçün deyil. Yəqin komanda işində daha da vacibdir. Bu, komanda işinin onurğas tonudur. Git olmadan 10 nəfərin eyni layihə üzərində işləməsi tam bir kabus olardı. Dəyişikliklər bir-birinə qarışardı. Tamamilə. Git hər kəsin etdiyi dəyişiklikləri izləməyə, onları toqquşma olmadan birləşdirməyə imkan verir. Bu, proqramçıların kod vasitəsilə bir-biri ilə danışdığı bir dildir. Əgər bir şirkətdə işləmək istəyirsənsə, Git bilməmək, ingiliscə bilmədən beynəlxalq konferansa getmək kimidir. Deməli, bu alətlər, baş, pip, Git sadəcə köməkçi vasitələr deyil, peşəkar mühitə keçidin özüdür. Onlar səni tək başına kod yazan birindən, komandanın bir hissəsi kimi düşünən birinə çevirir. Bu, çox dəqiq bir keçiddir. Çünki alətlərə sahib olmaq bir şeydir, onlardan bir usta kimi istifadə etmək isə tamamilə başqa. Kitabın son hissəsi məhz bu peşəkar vərdişlərə həsr olunub. Bunlardan birincisi MPY prinsipi, yəni nə isə pisləşdirmə. Və ya ingiliscə daha məşhur olan adıyla DRY. Don't repeat yourself. Özünü təkrarlama. Bəli. Yəni, bu bir növ peşəkar tənbəllik fəlsəfəsidir. Məqsəd bir problemi yalnız bir dəfə həll etmək və bir daha ona qayıtmamaqdır. Elədir. Əgər öz yazdığın kodu kopyalayıb başqa yerə yapışdırırsansa, beynində bir təhlükə siqnalı yanmalıdır. Çünki sabah onu dəyişmək lazım gələndə hər yerdə dəyişməli olacaqsan. Tam olaraq. Bu isə səhvlərə aparan birbaşa yoldur. Digər vacib məqam isə güclü bir IDE, yəni inteqrasiya edilmiş inkişaf mühiti istifadə etməkdir. Amma niyə? Sadə bir mətin redaktoru ilə də kod yazmaq olur axı. Bu qəliz proqramların fərqi nədir ki? Bu, sadə bir avtomobillə Formula 1 bolidi arasındakı fərq kimidir. Hər ikisi səni bir yerdən başqa yerə apara bilər. Amma biri qat-qat sürətli və səmərəlidir. Bəli. Bolidin idarə panelində real zamanlı məlumatlar, daha yaxşı idarə etmə və arxasında bütün bir komanda var. PyCharm kimi güclü IDE'lər də belədir. Sənin yerinə kodu avtomatik tamamlayır, səhvlərini anında göstərir, Git kimi alətlərlə birbaşa işləyir, bu məhsuldarlığı dəfələrlə artırır. Yaxşı. Və öz-özünə öyrənənlər üçün bəlkə də ən vacib, eyni zamanda ən qorxulu vərdiş, kod təhlili, yəni kod review. Bir dəqiqə, yəni mən özümün dağınıq, səhvlərlə dolu, təcrübəsiz kodumu başqa, daha təcrübəli bir proqramçıya göstərməliyəm. Bu dəhşətli səslənir. Dəhşətlidir. Amma eyni zamanda inkişaf etməyin ən sürətli yoludur. Bir növ güzgüyə baxmaq kimi. Daha çox,
kodun üçün şəxsi məşqçi tutmaq kimidir. Təcrübəli birinin sənin koduna baxıb verdiyi bircə məsləhət, məsələn bilirsən, bunu etməyin daha sadə bir yolu var deməsi, səni gələcəkdə yüzlərlə saatlıq əziyyətdən xilas edə bilər. Universitetdə bunu müəllimlər edir. Öz-özünə öyrənən isə bu fürsəti özü yaratmalıdır. Bütün bu təzyiqlər, yeni alətlər, mürəkkəb prinsiplər, başqasının tənqidi məncə bizi son və çox vacib bir psixoloji məqama gətirir. Saxtakar sindromu. Imposter sindrom. Bəli, yəni hər an ifşa olunacağın, əslində heç nə bilmədiyinin üzə çıxacağı qorxusu. Bu hissi demək olar ki, hər bir proqramçı yaşayır. Mən özüm də yaşamışam. Həqiqətən? Bəli. İlk peşəkar işimdə əmin edim ki, bir həftəyə məni işdən çıxaracaqlar. Çünki ən bəsit git əmrini belə Google'da axtarmalı olurdum. Sonra bir gün başımı qaldırıb gördüm ki, yanımda oturan 10 illik təcrübəsi olan baş proqramçı da eyni şeyi axtarır. Bu, yəqin ki, çox rahatladıcı bir an olub. Məhz o an anladım, heç kim hər şeyi bilmir. Bu sahədə əsas məsələ hər şeyi bilmək deyil, sürətli şəkildə öyrənə bilməkdir. Bu sindromla mübarizənin yeganə yolu isə davamlı öyrənmək və bilmədiyini etiraf etməkdən çəkinməməkdir. Bütün bunları ümumiləşdirsək, Cory Althoff'un kitabı göstərir ki, proqramcı olmaq üçün universitet dərəcəsi mütləq deyil, amma nizam-intizam, doğru yanaşma və heç vaxt dayanmayan öyrənmə həvəsi şərtdir. Bu, sadəcə texniki biliklərdən ibarət bir səyahət deyil. Yox, bu, düşüncə tərzini dəyişən bir transformasiyadır. Praktikadan nəzəriyyəyə, sadədən mürəkkəbə, həvəskardan peşəkara doğru bir yol. Sonra sizin üçün bir düşüncə toxumu buraxmaq istərdim. Kitabda qara qutuları açmaq adlı çox güclü bir ideya var. Öyrənmə prosesində istifadə etdiyiniz hər bir alətin və ya texnologiyanın sadəcə necə işlədiyini deyil, niyə məhz elə işlədiyini anlamağa çalışın. Yəni səbəbini anlamaq. Bəli, məsələn, ələn sətrinin özünün də əslində bir proqram olduğunu dərk etdiyiniz an əsl aha anıdır. Məhz bu cür qara qutuları açmaq cəsarəti sizi həvəskardan peşəkara çevirir. Və bu, sizi o 200 nəfərdən 199 edən səbəbləri aradan qaldırır. Bu mənbələri təhlil etdikdən sonra özünüzə sual verin. Sizin açmaq istədiyiniz növbəti qara qutu nə olacaq?